Salam əziz izləyicilər, hər birinizi kanalımda xoş gördüm. Bugün mən sizə Crack oyunlarda yüklədiyiniz oyunları sabahsı günə error verməyi, yəni bu hansı ki error deyəndə system delay xətası və yaxud da run delay xətalarını necə aradan qaldırmaq olar, onu göstərəcəm. Öncəliklə bildirim ki, bu xətalar antivirus bunları sonradan siz oyunu oynadıqdan sonra və yaxud oyuna başlamamışdan qabaq antivirus tez özünü yeniləyir və orada olan, yəni siz Steam'dən yükləsəz oyunu, həmin antivirus köhnə oyunları içərisindəki başlatma komandasını, yəni faylını və yaxud da sistem delete xətasını, orada komandasını, faylını xəta kimi qəbul edir və onu bloklayır. Bunu necə aradan qaldırmaq olar, onu göstərəcəm. Öncəliklə kanalımıza abunə olmağınızı sizdən xahiş edirəm. Gəlirik öncəliklə ana masamıza. Ana masada start düyməsinə bir dəfə vururuq. Gördüyünüz kimi burada start düyməsinə bir dəfə vururuq. Yəni bu düyməyə. Buna vurduqdan sonra biz gedirik nastroyka, yəni ayarlara, settings'e. Settings'e daxil olduqdan sonra burada обновление и безопасность var. Yəni ki, təhlükəsizlik və yeniləmə var. Bir dəfə kliklədikdən sonra burada gördüyünüz kimi burada безопасность Windows var. Yəni gördüyünüz kimi безопасность Windows. Yəni ki, bu əməliyyat sisteminin təhlükəsizliyidir. Məndə 2 ədəd təhlükəsizlik proqramı var. Biri 360 Total Sector idi. Yəni bunlar havayı belə deyə də pulsuz. İndi siz əgər kompüter yeni almışsınızsa və yaxud da yenidən siz təhlükəsizlik proqramı yükləmişsinizsə, hansı ki 360 və yaxud da başqa Kaspersky antivirus proqramları yükləmişsinizsə, onlara da daxil olub, onlardan da baxa bilərsiniz. Məndə hal-hazırda 360 Total Sector idi. Yəni gördüyünüz kimi burada 360 Total Sector antivirus proqramı var. Burada daxil oluruq Защита от вирусов и угроз. Buraya bir dəfə kliklədikdən sonra burada gördüyünüz kimi artıq mənim 2 ədəd antivirus proqramım var. Biri Ryzen Cyber Security'dir. Mən bunu çox istifadə eləmirəm, çünki bu demək olar işləmir. Ancaq 360 Total Sector antivirus işləyir. İndi necə siz onu aradan qaldıracaqsınız, onu sizə diqqətlə izah edəcəm. Öncəliklə proqramı aç düyməsini burada və yaxud da open file və yaxud da proqram olacaq. Əgər ingilis dildirsə sizin əməliyyat sistemi. Burada daxil olduqdan sonra biraz kameranı böyüdüm. Burada virus taraması var, hızlandırma var, təmizləmə var və araç kutusu var. Bir də hesab var. Yəni hesab əlavə edib siz premiumdan istifadə edirsiniz. Bizə o lazımdır. Bizə ən lazım olan burada gördüyünüz kimi ayarlar, settings'e daxil olmalıyıq. Burada ayarlar düyməsini bir dəfə kliklədikdən sonra artıq bizim qabağımıza antivirusun, yəni istoriyası, əvvəlki yəni virusların taradığı, yəni virusları tapdığı bölmə burada olur. Burada güvən listəsi var. Burada indi mən oyunlarım yoxdur, yəni oyunlarda oyun yükləməmişəm kompüterə, yəni viruslu olan oyunlar yükləməmişəm. Yəni 2010-2011-dən aşağı oyunlar yükləməmişəm deyənə, onu antivirus proqramı onları kompüter təhlükəli görmür. Burada siz daxil olursunuz karantinaya. Karantinada bir ay ərzində əgər siz o proqramı yenidən qaytaracaqsınızsa, yəni siz bir ay ərzində o proqramın və faylın həqiqətən zərərli olduğunu və yaxud da zərərli olmadığını bilirsinizsə, onu yenidən remove edib, yəni antivirusdan silib, yenidən oyununuzu oynaya bilirsiniz. Burada gəlirsiniz yenidən, ingilis dilində tracklist olur. Burada seçdikdən sonra antivirusda sizin bir dəfə, hər dəfə oyuna keçdikdən sonra artıq antivirus onu, belə deyim də sizə, onu virus kimi qəbul eləmir. Qəbul eləmədikdən sonra da siz artıq bir dəfə, 2 dəfə, 3 dəfə rahatlıqla oyununuzu oynaya bilirsiniz. Yəni bu qədər izləyicilər, burada siz girirsiniz tracklistə, həmin proqramın, yəni faylın
bu quşun götürürsüz, yəni onu rədd eləyirsiniz, remove eləyirsiniz, yəni silirsiniz onu antivirus proqramından ki, yəni bu həqiqətən də yəni problemli viruslu fayl deyil. Ondan sonra siz rahatlıkla oyununuzu oynaya bilirsiniz. Yəni bu qədər əzizləyicilər. Burada isə Reason Cyber Security var. Bu da antivirusludur. Buna da daxil olaq. Burada isə gördüyünüz kimi artıq işləmir. Yəni 1 ay, 2 ay pulsuz proqram təminat verir. Yəni istifadə üçün pulsuz 1 ay möhlət verir. O möhləti keçdikdən sonra artıq proqram işləmir. Bunun üçün premium'a abunə olmalısınız ki, siz hər dəfə 5 dollar ödəməklə sizin antivirus proqramınız işləsin. Yəni video bu qədər əzizləyicilər. Əgər video sizin xoşunuza gəldisə, video sizə yararlı oldusa, zəhmət olmasa bəyənib abunə olub kanala like qoymağı unutmayın. Oldu, çox sağ olun.